Gelin her şeye açık danışaq. Bütün millet Musad Heydər Əliyevi gözləyir. Eğer istiyorsunuz ki bu odun üstüne su tökəsiniz, Heydər Əliyev gəlməlidir vəzifəyə. Respublikada idarə etmə iflis vəziyyətindədir və buna da ehtiyac yoxdur demək ki, Ali Sovetin sədri yoxdur, Respublikanın baş naziri yoxdur və belə bir ağır şəraitdə də bu müzakirələr Respublikanı ağır şəraitdən çıxarmayacaq. Mən xahiş edirəm, Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə irəli sürülmüş namizəd Heydər Əlizoğlu Əliyevin namizədliyinə münasibət üzü bildirəsiniz. Qərar qəbul olundu. Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan qalan hissəsini harda olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil devlət kimi inkişaf etməsinə həsr edəcəm.